Qızlar, hər kəs mənim bu temporal üzgəlməm haqqında məlumat istəyirlər. Bu videonu sizin üçün çəkmişəm. Diqqətlə qulaq asın. Deməli belə, mən bir neçə zaman idi ki, temporal üzgəlmə haqqında məlumatlar alırdım, qiymətlər maraqlanırdım və hər kəs mənə 1000, 1500, 2000, daha 2500 deyənlər olurdular ki, ən son 1000 manatdan minimumcu da, yəni ən son 1000 manatda dayandım ki, mən artıq elətdirmirəm. 1000 manat mən ondan pul verənəm, bacı. Elə saçımı dartırdım da, plus saçımı dartmaqdan bacıca saç qalmamışdı, başa düşdünüz? Ya 1000 manat tapıb elətdirməliydim, ya da artıq fikrimdən vaz keçməliydim ki, fikrimdən artıq vaz keçmişdim. Və bir müddət o qədər, yəni mən bu araşdırmaları eləyirdim ki, kəşfiyyatımə artıq temporal üzgəlmə haqqında məlumatlar verirdi. Bütün kəşfiyyatım dolmuşdu. Sonra bir dəfə prosto kəşfiyyatda gəlindən baxdım ki, bir nəfər temporal üzgəlmə elətdiribdi. Sadəcə olaraq belə 4-5 saniyəlik elə bir vaxtına düşdüm ki, kimsə oradan qiymət soruşanda, qiymətini deyəndə mən şoka düşdüm. Girdim, özüm yazdım ki, həqiqətən yəni qiymət budur. Dedi ki, hə. Mən də həmin o səhifənin, belə deyim də, nömrəsini götürdüm. Çünki o səhifə haqqında məlumat vermirdi. Sadəcə olaraq üzü belə sarıqlı idi. Hər kəs canında soruşurdular ki, nə olub yəni sənin üzünə? Hər kəsə deyir ki, üzgəlmə eləyirdi, əməliyyatı olunmuşam. Və bir nəfər qiymət soruşanda elə bir vaxtda düşdü ki, mənim kəşfiyyatda gəzindiyim vaxt oldu ki, yəni dedi ki, qiyməti falan qiymətədir. Yəni mən də sadəcə olaraq nömrələrini götürdüm və özlərinə yazdım. Səhifəsini də götürdüm. Baxdım ki, səhifədə həqiqətən endirimlər var. Dedim mən bura getməliyəm mütləq şəkildə. Yəni getdim, həqiqətən də eyni qiymət dedilər. Mən məhətdə qaldım da. Yəni ki, çünki mən maksimum mənə 1000 manatda dayandılar da ki, son ən axırıncı 1000 manat dedilər ki, 1000 manat. Onda dedim ki, yox 1000 manata da gücüm çatmır da, elətdirməyəcəm. Neysə qızlar, bu haqqında da məlumat verdim. Baxın, ağrı haqqında məlumat alırsınız, ağrı olmadı. Təsəvvür edin ki, mən iynəyə fobisi olan insan, orada mən bu hissələrimə iynə vurmalıydılar. Fobisi olan insan orada uzananda əllərim, ayaqlarım buz kimi oldu ki, yəni gözüm görə bunu tikəcəklər də. Bu necə ola bilər ki, mən az da olsa, cüzi də olsa ağrı hiss eləməyim. Yəni mən çox qorxaq. Mən orada qızların əlindən tutanda qızlar dedilər ki, niyə əlimizdən tutursan da? Yəni burada özün də görəsən ki, ağrı olmayacaq. Əlim, ayağım buz kimi olmuşdu. Amma qız oradan buradan 3-4 dənə yalandan iynə vurdu. Ki əlinlə də dağıdırdı ki, o iynə bütün buralara gəlsin, hopsun, çeyitsin. Ondan sonra başladı xırda muncuq kimi o iynələri düzməyə. Bütün bu hissəm çeydi bacı. Çeyəndən sonra aldı qəşəng əlinə qayçını bacı, artıq çizmişdi nə qədər kəsiləcək. Aldı qəşəng əlinə qayçını, qulaq hissəm də axı eşidirəm də istər-istəməz. Xarça-xarç kəsdi dərimi. Kəsəndə xarçıltını eşidirəm, sanki qıraqda dəri gödəkcə kəsirsən. Xarçıltını eşidirəm, amma 1 qram da olsun ağrı hiss eləmirəm. Və hətta səhifəmdə video da var. Oralar mənim artıq buramı, bu hissəmi tikirlər. Mən də oturub TikTokda videolara baxıram. Heç 1 qram da olsun ağrı hiss eləmirsiniz. Həqiqətən deyirəm. Mən iynəyə, nə bilim, belə şeylərə fobisi olan insan, gözüm görə, qulağım eşidə mənim xarça-xarç dərimi kəsirlər. 1 qram da olsun ağrı hiss eləmirsən. Sanki qıraq bir yerdə nəsə eləyirlər, sənə toxunmurlar bax eləncə. Çox ağırsız bir əməliyyatdır. Həqiqətən deyirəm. Mən bunu ürək rahatlığından deyirəm. Çünki gedəndə özünüz də görəcəksiniz, şahid olacaqsınız və mənə milyon dəfə çox sağ ol yazacaqsınız da, yəni bu haqqında. Ondan sonra bacı başladılar altdan, belə deyim də, əzələni tikməyə, sonra da üzdən dərini tikməyə və tikişi elə qoyublar ki, mən bu videonu dedim ki, qoy özüm onu açana qədər çəkməyim. Bu haqqda məlumatı dedim o zaman verərəm ki, bax bu çapı öz gözümdən görərəm ondan sonra. Çünki mənim adımla gedəsiniz, sizə pis günə salsalar, gəl mənim xüttəyimdən yapışasan ki, bacı mən sənin videondan görüb gəlmişəm. Burada mənəm səhv. İndi çapığı da görmək istəyirsiniz effektsiz bir şəkildə. Baxın, bu hissəyə artıq çapığımı qoydum. Effektsiz şəkildə çapıqdır. Orada belə deyimlər, bir hissədə bax bu hissədə şəkildə özünüz görürsünüz. Bu hissədə belə çapıq kimi şey var. O çapıq deyil. Baxın, əlimi də vururam. O çapıq deyil. O sadəcə olaraq leykoplastır yeridir. Çapıq bax bu hissəmdədir. Bax bu hissəmdə bildiniz? Bax şəkildə görürsünüz. Bax bu hissəmdədir çapıq. O çapıqdır ki, gözünə görünmür. Artıq ürək rahatlığından qoya bilirəm bu videonu bura. Çox şükür. Mən kiloiddən əziyyət çəkməyəcəm artıq. Çapıqdan əziyyət çəkməyəcəm artıq. Mənə deyirdiniz ki, niyə gedib elətdirmirsən? Çünki ona görə elətdirmişəm ki, bacı, mən hər yerə gedəndə bax bu hissəmin saçını o qədər möhkəm dartırdım ki, burada saç artıq yox idi. Mən ya bunu dartmamalıydım, ya gedib əməliyyat eləməliydim bacı, ya da ki bir yolunu tapmalıydım. Buradan belə yapışdırırlar belənsinə, ya da ondan elətdirməliydim bacı. Onda bəyənmirəm çünki buradan görsənir. Bax belə. Yəni 1 qram da olsun çapıq yoxdur bacı. Və həkimlər sizə məsləhət görəcəklər. Evə gedəndə nə dərmanları içəsiniz, 3 dənə də venaya iynə yazırlar. Çünki onu eləməlisiniz ki, artıq bu çapıqlar sizdə qalmasın. Siz onun dediklərini eləyirsinizsə, onun tikdiyi bax bu tikiş həqiqətən də möhtəşəm qalır. Sonradan kiloidlər əmələ gəlmir çapıq. Belə çapıq haqqında da məlumat verdim, ağrı haqqında məlumat verdim, qiymət haqqında məlumat indi verəcəm. Çapıq özünüz görürsünüz. Ağrı da ki, həmin vaxt ağrı hiss eləmirsən bacı, gələndən sonra 2 saatdan sonra bu hissədə biraz çeymə elə bil ki, gedir. O da riski getmir də, belə riski ağrı olmur səndə. Sadəcə görsən ki, bir damcı ağrın baş verir. O da necə ağrı? Sanki təzyiqin qalxmış kimi. Bax bu hissə gicgah hissəsi ağrıyır. Bir də elə belə bax bu çapıqda elə bil ki, haransa
belə deyim də, bıçaq kəsər ha. Bax, eləncəsinə elə belə sızıltı baş verir. Bircə dənə nimesil içirsən və salam, ondan da ağrın kəsir. Yəni həmin vaxtı içəndən sonra ağrı kəsirsə, səhəri günü heç bir ağrı olmur. Ki mən səhəri günü başladım, yəni öz fəaliyyətimi görməyə, hər şeyə getdim, hər bir işi gördüm, hər bir yerə getdim. Normal öz həyatıma davam elədim. Göy olmadı, şişmə elə belə oldu. Bax, bu hissədə elə belə şişmişdi. Ondan sonra şişkinlik bir günün içində çəkildi. Yəni bu şişkinlik verən əməliyyat deyil. Burada tək bunu eləmirlər bacı. Bundan sonra belə deyim də, başqa popo əməliyyatı eləyirlər. Ondan sonra liposaksiya eləyirlər, buxaq əritmə, qolları əritmə. Ondan sonra nə bilim kök hüceyrəsi. Mamamın videosunu indi lap axıra qoyacağam. Kök hüceyrəsindən arvadı 190 dərəcədə elə dəyişiblər ki, mən evdə mamam gəzəndə arada elə bilirəm ki, bacım gəzir. Bax eləncəsinə. Orada da qızlar məndən soruşandı. Mən ona ana deyəndə qızlar dedilər ki, sən anandır yəni. Dedim, hə. Yəni arvad 61 yaşında arvada oxşuyurdu, amma indi 35 yaşında qıza oxşuyur. Kök hüceyrəsi haqqında da Geminiyə yazıb məlumat ala bilərsiniz. Çox möhtəşəm bir şey. Yəni qarnından piy alırlar, üzvə injektə eləyirlər bacı. Həmin o qarnından alındığı üçün qarın da biraz arıqlayır və üzdə günü-gündən çox qəşəng olur. Bu əməliyyatda mamama elədiyimiz kök hüceyrədə 10 il, 15 il səndəndir də, yəni. Bax belə. Qiymətlər haqqında da məlumat verirəm. Mənim adımdan gedərsinizsə, əgər kök hüceyrəni 500 manata eləyərlər, bax temporal üz gəlməni 400 manata eləyərlər. Yəni 400 manata möhtəşəmdir. Bu da yanvar ayının 15-nə qədər davam eləyəcək. Ondan sonra davam eləməyəcək qızlar. Bax belə. Başqa nə sualınız olsa, komment hissəyə, bəlkə yadımdan çıxıb məlumat verə bilməmişəm. Başqa nə sualınız olsa, komment hissəyə yazın, mən sizə cavablandıracağam. Ağrı haqqında da bacı məlumat verdim. Sıfır ağrı. Mən hətta orada üzümü tikəndə belə oturub TikTokda, kəşfətdə videolara baxırdım. Yəni o dərəcədə ağrısız bir şeydir. Sonradan da ağrı hiss eləmirsən. Bircə dənə elə belə 2 saatdan sonra çeyi açılır, nimesil içirsən, ondan da gedir bacı. Bax belə. Hər bir şey haqqında məlumat verdiyim mənə elə gəlir ki, bəlkə yadımdan çıxanlar yenə deyirəm ola bilər. Kommentdə sual verin, cavablandıracağam. Səhifəni də aşağıdan tağ edirəm. Mənim adımdan yazın, super endirimlərdən siz də yararlanın. Bir şey ki bunu elətdirirsən, ta getdi bu ömrümüzün axırına qədər. Belə qızlar. Gözəlliklə qalın, sağlıqla qalın. Əsas odur ki, baytar həkimlərin gedib əlinə düşməyəsiniz. Yaxşı həkimlərin əlinə düşüncü, bu çapıq ömür boyu sizlə olacaq. Çapıq kimi qalmasın. Bax belə işsiz, əməliyyat elətdirin, gözəlləşin qızlar. Səhifəsində aşağıdan tağ eləyirəm qızlar. Gedin yararlanın. Mənim adımdan yazın. Çünki mənim adımdan yazmasanız endirimlər olmayacaq sizə. Hələlik.